Fişek gibi bir programda yine birlikteyiz sevgili izleyicilerimiz. Sevgili izleyicilerimiz, bugün sizlere çok önemli konuklarımızı sizin adınıza stüdyomuzda ağırlama şerefine nail olduk. Değerli konuklarımız Azerbaycan Türk Devleti'nin milletvekili Hava Hanım, Hava Muhammedova ve Zarife Güleva yazar. Tam dilim dönüyor mu bilmiyorum ama affınıza sığınarak diğer bir konuğumuz Aygül Bağırova. Biliyorsunuz TR Ses TV Türkiye'nin sesi olmaktan da öte şimdi Türkistan'ın sesi olmaya namzet bir televizyon oldu. Dolayısıyla sevgili konuklarımız 3 gündür buradalar kitap tanıtımı için. Kitap derken bildiğiniz bir kitap değil, bir destanı tanıtıyorlar. Bu destan Karabağ'ın Kurtuluş Destanı. Şehitlerimizin, gazilerimizin alın teriyle, kanlarıyla, canlarıyla bedelini ödeyerek 30 yıldır işgal altında kalmış toprakları 44 günde söke söke almışlığın yazdıkları destanı tanıtıyorlar burada. Efendim stüdyomuza hoş geldiniz, televizyonumuza hoş geldiniz, şeref verdiniz. Sayın milletvekilimizden dilerseniz müsaadeniz olursa başlamak istiyorum. Sayın Hava Hanım, efendim sizin milletvekili olmanız hasebiyle bilgi, beceri, birikimleriniz siyasi alanda olsun, sosyal alanda olsun daha fazla. Tabii bu savaş sürecince hepinizin bilgisi bu Ermenistan vahşeti ve zulmü karşısında eşit mutlaka. Hep acıları derinden hissettiniz. Bize burada olmanızın, Türkiye'de olmanızın ana nedenini şöyle anlatır mısınız? Kendinizi ilk önce Türk kamuoyuna tanıtarak rica etsem. Teşekkür ederim dəvətiniz için ve bize söz verdiğiniz için çok teşekkür ederim. Ben Havva Məmmədova, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoruyam, tarix elmləri doktoru. Mən 2005-2010-cu illərdən Qarabağın gözü olan Xankəndindən seçilmiş milletvekili olmuşam. Və bir bilim adamı olaraq mənim əsərlərim Qarabağ, Xocalı, əsir itkin düşmüş insanların taleyi, hələ də əsirlikdə qalan və bugünə qədər məlum olmayan çocukların, insanların, qocaların taleyi ilə bağlı yazdığım bilgilərdir, yazılardır ki, o yazılarım mənim Rus dilində, İngilis dilində, Macar dilində, Fars dilində bir çox ölkələrdə yayımlanmış və çap edilmişdi. Bilirsiniz, 30 illik savaş çox ağır bir dönem oldu. Bu elə bir dönem oldu ki, 20-ci əsrin sonunda Azərbaycan ikinci dəfə bağımsızlığına qovuşanda bizim üçün bizim vəziyyətimiz olduqca ağırdı. Çünki bir tərəfdən yenicə Sovetlərdən qopmuş Azərbaycan, Azərbaycanda xaos, anarxiya və ordunun, Rus ordusunun Azərbaycandan çəkilib getməsi, torpaqların bir-birinin ardınca işğal edilməsi və beləliklə artıq 88-94-cü ildə Azərbaycan 20% torpaqları işğal olundu. Sual verə bilərsiniz ki, indi torpaqları necə işğaldan azad etdiniz? Bəs o zaman niyə azad edə bilmirdiniz? Çünki o zaman Azərbaycan xalqının böyük oğlu dahi Heydər Əliyev Moskvada ən yüksək vəzifədə SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyən zaman hər zaman qəlbi, bütün fikirləri Azərbaycan üzərində olub. Nə qədər Heydər Əliyev Moskvadaydı, heç kim Qarabağ məsələsini qaldıra bilməzdi. Amma Heydər Əliyev 87-ci ildə istefa verdikdən sonra ermənilərin əl qolu açılaraq Qarbaçovun ətrafında ermənilərin toplaşması ilə ermənilər artıq Qarabağı ərazi iddiası elədilər. Və mən o zaman Qarabağda yaşayırdım və Qarabağın vəziyyəti olduqca çətin, Birləşmiş Rus erməni qüvvələri bir-birinin ardınca kəndləri, şəhərləri işğal etməyə başladı və o zaman bizim bir lideri ehtiyacımız vardı. Zaman bilirsiniz ki, dəyişdikcə
bir-birinin ardınca cumhurbaşqanlarının dəyişməsi, yeni qüvvələrin hakimiyyətə gətirilməsi artıq Qarabağda nə baş verir demək olar ki, heç kim bununla maraqlanmırdı. Ulu Öndər Heydər Əliyev hələ Moskvada qayıdıb Bakıya gələn zaman və Bakıdan Naxçıvana gedəndə o zaman Naxçıvana onun yanına gələn insanlara deyirdi ki, gedin Azərbaycanın xarici işlərinə, dış işlərinə çatdırın ki, Azərbaycanın prioritet istiqaməti bir nömrəli vəzifəsi Qarabağ məsələsidir. O beləliklə Qarabağ məsələsi getdikcə unudulmağa başladı və bizim torpaqlarımızın 20% işğal edildi. Siz təsəvvür edirsiniz, mən 30 ildən sonra Xankəndinə qayıtmışam. Mənim ilk Xankəndinə qayıtdığım o həyəcan, his, bəs mən 30 il niyə belə həsrətdə qalmalıydım? İndi bugün Türk ictimaiyyətinə təqdim edilən iki böyük kitab, iki böyük xanım, Azərbaycan xalqının elmi ictimaiyyətinə daha yaxından tanış olan və bütün gücü ilə, qüvvəsi ilə millətinə, xalqına xidmət edən Zərifə xanım Əliyevanın xariqələr yaradan lider və bu istiqamətdə Zərifə xanım çox kitabları var. Amma bugünkü Türk ictimaiyyətinin diqqətinə çatdırılan kitabın biri buydu. İkinci cavan, gənc yazarımız Aygül xanım Bağırovanın isə Böyük Sərkərdənin qayıdışı və bu istiqamətdə onun üçüncü kitabıdır. Ki, Böyük Sərkərdə və ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə quruculuq, dinc quruculuq işlərinin aparılması. Mən bayaq çıxışımda iki əsas məqsədi anladım. Dedim ki, bir zamanlar 2000-ci ilə qədər biz deyirdik ki, 2020-ci ilə qədər biz deyirdik ki, işğal altında olan torpaqlar. Evet. 2020-ci ildə isə dedik, işğaldan azad olmuş torpaqlar. Siz yaxşı bilirsiniz və yəqin ki, oranı gedib görmüsünüz. Evet. İşğal altında olan torpaqlarda daş üstə qalmamışdı. Erməni vandalizmi Azərbaycanın bütün izini orada məhv eləmişdi. Evet. Mən doğmalarımın məzarını tapa bilmədim. Siz bilirsiniz ki, Türk dünyası ən zərif yer olan qəbirstanlığa toxunmamalıdır. Amma bizim Qarabağda işğal olmuş ərazilərimizin heç birində qəbirstanlığın izi qalmamışdı. Ben devam edeceğim. Efendim gerçekten duygulandırıyorsunuz da insanı. Biz bu vahşeti televizyonlarda adamlar giderlerken bir de yani bir evin camı kapısı sökülür götürülür mü yani ev yakılır mı oralar yıkılır mı? Yani bu kadar bir vahşet taştan topraktan bile intikam alıyorlardı adamlar. Evet. Bırakın insan artık. Evet. Müsaadenizle Zarife Hanım'a dönmek istiyorum. Kendisi de zarif bir hanımefendi. Ayrıca Zarife Hanım'ın bir koltuğun altında 10 tane karpuz taşıyor derler. Türkiye'de Türkçesiyle. Sizde ne derler bilmiyorum da. Hem kendisinin yazar olması hem ayrıca tıp doktoru olması hasabiyle çok yönlü bir insan. Zaten ürettiği kitaplar 8 tane kitapla kendi vasfının imzasını, kariyerinin imzasını atmış durumda. Zarife Hanımcığım, sizin duygularınızı öğrenebilir miyiz? İlk önce siz kendinizi takdim edip bize tanıttıktan sonra yani ne hissiyatla yazdınız bu kitapları? Çok sağ olun, çok teşekkür ederim. Ben de size bir gün vaxt ayırdınız. Hem tanıtımda iştirak ettiniz, hem buraya bizi davet ettiniz. Teşekkür ederim. Efendim biz size teşekkür ederiz. O kadar yorgun halde sizi buralara sürükledik. Ben de yani gençliğimden Tibb Üniversitesini qurtarmışam. Evet. Tibb doktoruyam. Yani uzun müddət tibbdə çalışmışam. Amma hisslərimi gizlədə bilmədim. Mən bu xalqımızın, millətimizin başına gətirilənlər, mənfur qonşuların tərəfindən, erməni vandalizminə görə, yəni belə bir vaxtda mən hisslərimi saxlaya bilmədim. Evet. Çünki xalqımızı məcbur köçkün edən, xalqımızın üstünə, əliyalın xalqın üstünə silahla gələn bu insanlar xalqa nə qədər əzab əziyyət verdilərsə, mən buna dözə bilmədim. Sanki içimdən bir his gəldi ki, mən bunu Azərbaycan tarixini bir qol qanad olaraq mən bunu yazmalıyam. Çünki bilirsiniz, Azərbaycan elə bir strateji zonada yerləşir ki, o
hər tərəfdən onun bir paxıl qonşuları var. Evet. Yəni Azərbaycanın tarixi elə də dümdüz yolla getməmiş. Azərbaycanın başına çox bəlalar gəlmiş. Tarix boyu, əsrlər boyu. Yəni o söhbətə gəlib çatmaq istəyirəm ki, Azərbaycanın torpaqları hissə-hissə alınmışdı. Çarlıq dönəmində, işgal sonra edilmiş Rusiya Sovet rəhbərlik dövründə, Sovet bölümündə, ondan sonra Sovet bölümü parçalanandan sonra onlar Aydar Əliyev baxmayaraq ki, burada çox hörmətli Hava xanım söylədi, baxmayaraq ki, yüksək fəlsəfədə işləyirdi Moskvada, amma o qonşular, erməni qonşular, mənfur qonşular daima Azərbaycanın torpağına göz dikirdilər. Belə bir zamanda burada bizim hörmətli millət vəkilimiz söylədi, yəni bunların gözü Azərbaycanın torpağından doymurdu. Hep əzab vermək xalqa, hep torpağı əlindən almaq, belə bir şeylər. Düzdür, o torpaqları işğal etdilər. Amma siz söylədiniz burada, çox gözəl söylədiniz. Bu torpağı işğal etmişsiniz. Bu torpaqla nə davanız var? İnsanları köçkün saldınız. Bu torpağı didmək, dağıtmaq, Qarabağı cəhənnəmə çevirmək, bu nə deməkdir? Yəni bir vandalizm hərəkətləri idi. Belə bir dövrdə mən dözə bilmədim. Yəni tibbdən ayrıldım sanki. Ben yazarlığa başladım. Ben şimdi bu benim önceden kitaplarım var. Şöyle diyebilir miyiz efendim? İçinizdeki hazmedemediğiniz bu zulmün isyanını volkan olarak satırlara döktünüz. Onu bilirsiniz, satırlara çöktürdük ki bu gelecek nesle, genç nesle bir bilsinler tarihi ki halkın başına ne oyunlar getirmişler. Yani hakikaten çok büyük azablar vermişler. Hatta belə bir şeyler erməni bir yazarı öz eserinde yazmıştı. Ben Xan kəndində olan Xocalıda estağfurullah üzr istəyirəm. Xocalıda olan Zori Balayan yazmışdı. Bəli, Hava xanım yaddaşı herhalde o bizden üstün çok bilir bu tarihi. Deməli o öz yazısında yazmışdı ki mən bir çocuğun dərisini diri-diri soydum. Evet. Və gözlədim, bəslədim ki neçə dəqiqə o can verəcək. Baxın belə bir vandalizmdən sonra nasıl qalmaq olar? Nasıl qalmaq? Bəli. Yəni 8 dəqiqədir o çocuk gözümün qabağında həyatını tapşırdı. Evet. Baxın buna dözmək olurmu? Yəni ondan sonra mən belə bir qərara gəldim ki, tibbdən ayrıldım, yazar oldum. Və bunların bütün gördüklərimi, oxuduqlarımı, xalqımın başına gətirənləri kitablara, vərəqlərə köçürdüm. Eyni zamanda mən sizə deyim, Haydar Aliyevsiz Azərbaycan 87-ci ildən, burada Hava xanım gözəl söylədi, 87-ci ildən 93-cü ilə qədər Azərbaycanın başına o zülm qalmadı ki, gətirdilər. Azərbaycan parçalandı, Azərbaycan od alov içində yanırdı. Evet. Yəni Gəncədən başladı, bu tərəfdən Sadval cəmiyyəti, o tərəfdən Talış Respublikası, yəni Azərbaycan bölünmüşdü, od alov içində yanırdı. Belə bir zamanda sadiq, ləyaqətli xalq üst tuttu öz liderinə. Onlar bildi ki, bu vəziyyətdən Ulu Öndər Heydər Əliyev çıxardacaq vəziyyətdən Azərbaycanı. Yadınızda onlar 1990-cı ildə 20 yanvarda bizim möhtərəm prezident Ulu Öndərimiz Moskvada səfirlikdə böyük bir intervyu verdi, müsahibə verdi. Evet. Xalqın xeyrinə, belə bir xalqa olan zülmü göstərmək üçün belə bir müsahibə verdi. O sanki bir müsahibə deyildi. O bir bəyanət idi bütün dünya ölkələrinə. Ki, Azərbaycan xalqının başına nələr gətirmişdi. Mən çox üzr istəyirəm. O faciələrdən konuşanda mən həqiqətən daxilən istirab keçirdirəm. Və o zaman xalq üst tutdu liderinə. Haydar Əliyev gəldi və Azərbaycanı bu od alov içindən çıxartdı. Xalqın tələbi ilə. Çıxartdı. Ölkəni o vaxt Ulu Öndər deyirdi. Müstəqillik sözünü demək asandır, amma onu yaşatmaq, onu qurmaq, onu əbədi etmək lazımdır. Bunu böyük bir işdir. Bəli, Ulu Öndərimiz o müstəqilliyi yaratdı və onu əbədi etdi. Azərbaycanı ekonomi cəhətdən
qaldırdı. O vaxt Azərbaycan acılıq içində idi, odalıq içində idi. Qaldırdı Azərbaycanı, yüksəltdi Azərbaycanı. Azərbaycanı demokratik, suveren bir ölkə etdi. Bəli, biz indi suveren ölkəyik. Buna səbəb nə? Ulu öndərimiz Heydər Əliyev. Evet. Biz indi bütöv Azərbaycanın vətəndaşıyıq. Bütöv Azərbaycan. Səbəb kim? Bizim möhtərəm prezidentimiz. 30 il kağız üzərində qaldı. BMT qərarları, Minsk qrupunun qərarları, yəni bu sanki biz müstəmləkədə idi, torpağımız işğal altındaydı. Və təsəvvür eləyin, 30 il əgər sülh yolu ilə əmələ gəlmirsə, nə etmək lazımdır? Savaş. Savaşla torpaqlarımızı almalıyıq. 30 il böyük bir ömürdür. Əlbəttə ki, təsəvvür eləyin, 1 yaşında uşaq torpağını qaçqın düşüb, indi 30 yaşı var, 40 yaşı var, o torpağından xəbəri yoxdur, görməyib. Yəni, bugün biz çox xoşbəxt xalqıq, bütöv Azərbaycanın xalqıyıq. Biz bununla fərəh duyuruq. Biz şimdi efendim Gazze'de yapılan zulme üzülüyoruz tabii insan olarak. Üzülürük. Ama Azerbaycan, Üzülürük. Karabağ'da topraklarından Bəli. edilen, evlerinden edilenler Bəli. daha kötü Mən sizə durumda. bir söz deyim. Deməli, elə orada şəhidlərimiz var. Bəli, o torpaq bizə daha da müqəddəsdir. Daha da müqəddəsdir. Çünki orada təsəvvür edin, yeni doğulan uşaq vətənindən ayrılıb, qaçqın düşüb, amma gəlib orada 20-ci ildə savaş vaxtında orada şəhid olub. Evet. O torpağını görməyə onun uğrunda savaşa gedib və orada şəhid olub. Çok anlamlı. Çox baxın, o torpaq bizə nə qədər müqəddəs torpaqlardır. Gerçekten öyle. Şimdi benim axırıncı bu kitabım, bu günlərdə burada tanıtım olan kitabım, artıq o savaşın biz bu yaxınlarda 5 illiyini, zəfərimizin 5 illiyini keçirdi. Mən həmin o zəfərə də 44 günlük müharibəyə də kitabımı yazdım. Və o 44 gün müharibədə bizim Ali Başkomandanımız, bizim möhtərəm prezidentimiz 44 gün öz xanımı ilə, birinci vitse-prezidentimizlə, Mehriban xanım Əliyeva ilə 44 gün gecə gündüz o savaş yerlərində oldular. Evet. Əskər paltarını əyinlərindən çıxartmadılar və buna nail oldular. Və yaxşı, bu müharibə qutardı. Onu yazdıq. Şimdi quruculuq işi gedir. Bütün o torpaq, əzilib basılan torpaqlar, oradan dağıdılan torpaqlar. Burada imar ediliyor. Bizim hörmətli Yava xanım çox gözəl dedi. Orada qəbristanlığı dağıtmışlar. Təsəvvür edin, belə bir şey ol, məzarlığı dağıtmışlar, evləri dağıtmışlar. İndi orada artıq 5 ilin ərzində bizim möhtərəm prezidentimizin sayəsində quruculuq işləri gedir. Akıllı evlər yaradılır. Yəni 5 ilin ərzində 3 hava limanı tikilmişdi. Evet. Füzuli'də, Laçında. Ben de gezdim. Öyle mi? Evet. Buna ne demek? Bu büyük bir nailiyyətlərdir. Orada köprülər salınır. Orada yeni yollar. Baxırsınız bu saat Qarabağı, para bile dünya. bəli, Qarabağı heç tanımaq olmaz bu saat. düşünmüşlər. Bu quruculuğu kim yarattı? Bizim möhtərəm prezidentimiz. Ama onu da deyim sizə, savaşda da, quruculuq işimizdə də hər zaman Türk kardeşlerimiz yanımızda oldu. Evet. Yani kötü günde de, iyi günde de biz hep birbirimizin yanındayız. Allah ayırmasın. Ve bu bizim gençliğimize de, gençlerimize de bir məsləhətdir, bir tövsiyədir, bir vəsiyyətdir. Yani Türk, Azərbaycan bu her zaman bir yerde olmalıdır. Çok doğru. Çünkü soyumuz bir, kökümüz bir, dilimiz bir, Türk'ün dinimiz Türk'ten de bir. başka dostu Türk'ün yok. Türk'ten başka Dersiniz. dostu olmaz. Türk'le hiç kim savaşabilmez. Çok doğru vallahi. Ben arzu eləyirəm Allah'tan Ne güzel bu söylüyorsunuz. dostluq, bu kardeşlik Evet. ebedi olsun. İnşallah. Hayatı boyu olsun. Çünkü bu Türkler güçlendikçe bu katliamlar da biter. İşte Bəli. Gazze'de katliam olmaz. Yani Uyguristan'da olmaz. Öyle. Yani dünyanın hiçbir yerinde katliam olmaz. Çünkü Türkler adaletli millet. Ermeniler sizin hala Azerbaycan'da yaşadığı halde sizle aynı eşit haklara sahip olarak yaşıyor. Siz Evet, hiçbir zaman öyle. kötü Hiçbir davranmıyorsunuz. zaman. Savaş zamanında daha öncesi de hiç kötü davranmadınız. Yani. Yani onu da hatırlatalım buradan. Bəli. Buyurun efendim, devam edin lütfen. Bir de onu deyirəm ki, Türk, dünya Türk'le başlayıb. Evet, evet, çok doğru. Bu yakında biz olmuştuk 15 Aralık'ta bu Dünya Türk Dili
günü. qeyd edir kutlamasında. Yəni mən arzu edirəm, artıq görürsüz türk dilli ölkələr çoxalır, böyüyür. Mən arzu edirəm ki, o gün olsun ki, Türk dili bütün dünya dili olsun. Zaten- Dünya ülkeleri dil olsun. Öyle olmalı. International bir dil. Bəli. Yani biz Bəli. usulü öğreniyoruz Bəli. İngilizce veya yabancı dilleri. Biz necə öyrənək? Qoy bütün dünya ölkələrində türk diliyle öyrənsin. Evet. Ben bunu arzu edirəm. Sinan Bey vardı rahmetli, 2 kürsü başkanı. O öyle diyordu. Yani yabancı dil öğrenmeyin. Türkçeyi öğrenin. Evet. diyordu. Ben tüm Türk dünyasına can sağlığı arzu edirəm. İnşallah efendim. Sizin gibi değerli insanlarımız, bilinçli insanlarımız da Allah başımızdan eksik etmesin. Çok sağ olun. Toplumun hafıza bankaları sizlersiniz. Yani gençlerimizi Çok sağ olun. yönlendiren, onları bilgilendiren. Teşekkür ederim. Tekrar bir tur daha yapacağız. Ben müsaadenizle Aygül Buyurun, Hanım'a şöyle buyurun, bir buyurun, uzanmak buyurun. istiyorum. Aygül Hanımcığım, ayrıca Aygül Hanım Avrupa Gazeteciler Derneği Azerbaycan temsilciliğini de yapıyorsunuz bizim. Ve çok yani uzaktan değil demeyelim de yani Azerbaycan'dan ışıldayan bir yıldız gibisiniz. Değerli böyle dostlarınız sayesinde de, tecrübeli insanlar sayesinde de eksiklerinizi de gidererek yol alıyorsunuz. Sizin de bildiğim kadarıyla 3. kitabınız. Azerbaycan'da Aygül Hanım'ın değişik vasıfları var efendim. Kendisi gazeteci. Gazeteci olması hasebiyle parlamento muhabirliği falan da yaptı diye biliyorum. Bir yanlışlığım varsa lütfen beni düzeltsin. Ayrıca kendisi yazar. Ekonomist, ekonomiden de anlıyor. Bir takım işletmelere böyle bilgi verdiğini ben biliyorum. Azerbaycan'da birkaç şirketi kurtardığını, onlara akıl verdiğini de biliyorum. Gerisini de sizden dinleyelim. Aygül Bağırova kimdir efendim? Buyurun. Adnan Bey, ilk önce bizi stüdyanızda misafir ettiğiniz için size teşekkür ederim. Rica ederim. Ve değerli bilim adamları, aydınlarımıza teşekkür ederim. Burada sizlerin konu oldum. Ben Aygül Bağırova, Azerbaycan'ın ikinci büyük şehri Gəncədə doğdum, büyüdüm. 18 yaşımdan yazmaya başladım. Baba tarafta herkes yazar. Bizde yazarlık irsen geçti. Ama kitaplarımı 2020. yıl bizim zaferimizden sonra yazmaya başladım. Ve ilk kitabım Muzaffer Komutan adıyla yazdım ve zaferin ilk gününden yazmaya başladım ve zaferi gün gün anlattım. Her gün zaferde olan bizim 44 günlük vatan muharebemizde olan kazançlarımızı, bizim topraklarımızın işğaldan azad olunmalarını ve kendi düşüncemle, kendi dünyamla onlara nasıl baktığımı yazdım. Ve ondan sonra ikinci kitabım Qalib Sərkərdənin, yani Müzəffər Komutanın zarif gücü. Bu 44 günlük savaşta bizim Müzəffər Komutanımızla çiyin-çiyinə, omuz-omuza, askeri paltarda her yanda beraber olan bizim zarif gücümüz Mehriban Hanım Aliyeva'ya həsr ve bu günlerim burada Türkiye'de, kardeş ülkede tanıtımı yapılan Müzəffər Komutanın büyük dönüşü zaferden sonra, 44 günlük zaferimizden sonra Karabağ'da olan imar işlerinden, Karabağ'da olan kuruculuk işlerinden bahsetti. Sağ olsun bugün benimle bura davetimi kabul edip geldi. Benim elmi redaktorum Havva Məmmədova kitabımı okudu ve çok yüksek değerlendirdi. Bundan sonra kitapta Ali Başkomandan muhterem İlham Əliyevin zaferden sonra Karabağ dönüşü, orada hakla konuşmaları, Türkiye-Azerbaycan kardeşliğinden bir bölüm var ve sonda bizim bu yakın günlerde zaferimizin Washington'da paraflanması, onunla bitirdim kitabı ve bu günlerim Ankara Üniversitesi'nde böyle gençlerin karşısında böyle kitapları Zarife Hanım'ın, değerli yazarımız Zarife Hanım'ın Harikalar Yaradan Sərkərdə lider ve benim kitabımın gençlerin karşısında tanıtımının yapılması tabii ki bizim tarihimizin onlara daha derinden kavratılmasıdır ve düşünüyorum ki biz bir tarih yazdık. Biz bunu gözlerimizle gördük, gün gün yaşadık, sevincini, şehitlerimizin kederini,
bundan sonra doğma yurtlarından didərgin düşən, 30 yıldan artıqdır doğma yurtlarından didərgin düşən bizim insanlarımızın sevinçlə Qarabağımıza dönüşünü, ama bunu tarih olarak yazdık ki, Zarifə hanım da aynı fikri söyledi. Gelecek nesiller bunu bizim nasıl bir halk olarak ayağa kalktığımızı bilsin. Yani biz hanımların da bildirdiği kimi ben ilk önce söyledim, Azərbaycanın ikinci büyük şehri Gəncədə böyüdüm. Ve Heydər Əliyev hakimiyyətə gələnə kadar Gəncədə özbaşınalıq, xaos, böyle söylüyorlar. Xaos çok yüksekti. Yani herkes silahla geziyordu. Kim ister silah çekiyordu. Ve benim anne babam, bir gün babam polis olmuş. Benim bir gün bir arabanı önden geçtiğine göre onları silahla vurmuştular. Yani bir küçük olarak benim aklıma çok kötü bir olay gibi sanki kazınmıştı. Daha sonra 1993 ildə 91 nəfər aydının çağrışıyla rəhmətli Heydər Əliyev hakimiyyətə gəldi və bundan sonra bizim Azərbaycanda dəyişimlər oldu, ama artık o hakimiyyətə gələndə biz topraklarımızı itirmişdik. Böyle səriştəsiz rəhbərlər sayesinde. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra artık ben nasıl Azerbaycan'da bir değişimin olduğunu, nasıl herkesin nasıl böyle bir hakikaten yeniden bir Azerbaycan kuruldu. Yani SSR'nin Sovyet dövründen çıkmış Azerbaycan yeniden kuruldu ve bundan sonra ben 2003 ildə rahmetli Heydər Əliyev dünyasını değişince benim yazdığım 5 sayfalık bir yazı ilk önce üniversitede yayınlandı. Daha sonra Gəncənin bir gazetesi vardı orada ve yazarlığım oradan yol almaya başladı. Çok şükür bugün de 200'e kadar makalem var. Yani bu hem publisist hem siyasi makaleler ve 3 kitap, bugün de tanıtımı yapılan 3 kitap yazarıyım. Darısı efendim Zarifə Hanım gibi kitaplarınızı çoğaltmanız yönünde. Tabii ki. Öyle temenni ediyoruz. Hemen arayı açmadan Sayın Vekilimize vermek istiyorum müsaadenizle. Sevgili Vekilim, efendim sizin gördüğünüz zulüm ve savaşlardan sonra bundan sonraki barış evresinde Aliyev sayın liderimiz boş durmuyor. Orayı Zarifə Hanım da vurguladığı gibi bir anda hemen imara yeni bir yüz giydirdi hemen. Yani çok büyük paralar harcandı. Hiç gözünü kırpmadan harcadı. Yani hiçbir şeyi esirgemeden 3 tane havalimanı yaptı. Hemen her yeri bomba mayınlarla döşemişler. İşte insan hayatının önemine binaen hemen bu mayınları temizletmeye başladı. Hatta Türkiye'den de mayınla ilgili bir sürü araç geri çalındı. Yeniden yapılaşma başladı. Bu adamların hayvanın bile yapmayacağı verdiği zararlar neticesinde insan psikolojimizi düzeltmek için, yani insan yattığı yerden aslan belli olur atasözünden yola çıkarsak, efendim nasıl görüyorsunuz, nasıl değerlendiriyorsunuz? Buradan da Zengezur koridoruyla ilgili bir gelişme var mı? Türkiye ile Azerbaycan'ın fitilini ateşledi. Sonradan Trump'ın sahip çıktı. Arkasından İran'ın küstüğü. Bir de onlara değinirsek seviniriz Sayın Vekilim. Adnan Bey, ben bir kısaca tarihçi olduğuma göre bir ekskursiya edeceğim. Lütfen. 20. əsr Azərbaycan Rica xalqı ederim. üçün Buyurun. iki böyük şəxsiyyət. Atatürk, Heydər Əliyev. Evet. Onlar doğulmamışlar. Onlar bəşəriyyətin insanlara bəxş etdiyi böyük varlıqdır. Bravo. Və bu günə qədər də biz onlardan bəhrələnirdik. Və onların qoyduğu qanunlara, qaydalara, konstitusiyanın hüquqlara hər zaman onlara müraciət edirik. Və əlbəttə bu gün isə Ulu Öndər Heydər Əliyevin, bu mənim bir öz fikrimdir. Deyirəm ki, əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın rahat bir firavan bir dövründə hakimiyyətə gəlsəydi, Heydər Əliyev 100 il yaşayardı. Amma Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr 93-2003 Azərbaycanın çox ağır təlatümlü bir dövrüdür. Elə bir dövrdür ki,
Heydər Əliyev bilmədi daxillə, bilmədi xariclə vuruşsun. Birləşmiş qüvvələr Azərbaycana qənim kəsildilər. Bu da hörmətli Zərifə xanım dedi, Talış Muğam Respublikası 20-ci əsrdə necə ki Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ki bu var idi bu problemlər. Heydər Əliyev gələndə də bunlarla qarşılaşdı. Heydər Əliyev çox ağır bir dönəmə gəldi. Bilmədi çörək qıtlığının qarşısını aldı. Heydər Əliyev hakimiyyətə gələndə bir aylıq bizim taxıl ehtiyatımız vardı. Evet. Və Heydər Əliyev hakimiyyətə gələndə qaçqın köçkün düşmüş insanlar küçələrdə yatırdı. Çok doğru. Onlara diqqət edən insan yox idi. Evet. Siz diqqət edin ki, Xocalı kimi 20-ci əsrin bir dəhşətli faciəsi baş verib. Bilirsiniz ki, 20-ci əsr dünyada baş verən faciələrdən Xatın, Sonqimi, Babiyar, Pürüçinski kimi faciələrdən analog olmayan bir faciəni Azərbaycan xalqı, Türk dünyası Xocalıda yaşadı. Evet. Və ona Heydər Əliyev gələnə qədər heç bir dövlət adamı, hökumət adamı, Cumhurbaşqanı siyasi qiymət vermədi. Və onların hətta bizim ana televiziyamızda 2 nəfər ölüb dedi. Amma bir gecədə 613 nəfər həlak oldu. Evet. 1275 nəfər əsir götürüldü. Allah. 25 uşaq hər iki valideynini itirdi, anasının babasına. Və 150 dənə 12-13 yaşında qızlarımız əsir düşdülər. Bu günə qədər onlardan xəbər yoxdur. Evet. Və 106 insanın xüsusi qəddarlıqla öldürüldü. Və Xocalıya qədər Meşəli faciəsi, Xocalıya qədər Qaradağlı faciəsi. Bunlar Adnan bəy, Azərbaycanın gereken şey. unutulmaması. Bunlar Dağlıq Qarabağ ətrafında olan Azərbaycan tarixi Evet. kəndləri idi. Hansı ki o kəndlər bəşəriyyətə böyük dühalar, böyük musiqişünaslar, böyük tarixçilər, böyük akademisyen alimlər bəxş edibdi. Onlar tamamilə yer üzündən silindi. Onlar yandırıldı. Xocalı 20-ci əsrdə 3 dəfə yerinə yeksan edildi. 5-6-cı ildə, 18-20-ci ildə, ən nəhayət 1992-ci ildə. Heydər Əliyev Naxçıvanda olan zaman Heydər Əliyevin inanın ki, hər günü ağır bir problem idi. Bir tərəfdən Naxçıvanı qorumaq, Naxçıvan aclıq fəlakət içində, blokadada, mühasirədə, Türkiyə ilə əlaqələri qurdu, İranla əlaqələri qurdu. Hətta bir mən öyrətmənəm, bir Naxçıvanlı tələbə mənə durub deyir ki, Heydər Əliyev Naxçıvanda olan zaman bir gün yoldan keçirmiş, görür insanlar ağaçları qırır. İşıq yox, qaz yox. Deyir, maşını saxladı. Dedi, bu ağaçlar bir də əmələ gələr. Amma evdə çocukların ölməsini qoymuyor. Soyuqdan. Heydər Əliyev belə bir insanıdır. Və indi siz baxın ki, Heydər Əliyev dünyasını dəyişənə qədər bilirsiniz ki, 22 ildir cismani aranızda yoxdur. Amma o qədər ucadı ki, o zaman keçdikcə onun nə qədər yüksəkdə, nə qədər dahi olduğunu biz görürük. Hələ bizə uzun zamanlar lazımdır ki, onun qoyduğu, yaratdığı böyük tarixi araşdırmağı, gələcək nəsillərə çatdırmağı bizim gücümüz çatsın və çatmalıdır. Onun əmanət qoyduğu Qarabağ isə, baxın, bütün çıxışlarında Heydər Əliyev deyir ki, Kəlbəcər Kəlbəcərə qayıdacaq, Şuşa Şuşaya qayıdacaq, Ağdam Ağdama, Xocalı Xocalıya, Füzuli Füzuliyə, Qubadlı Qubadlıya, Zəngilan. Onun arzusunu, qoyduğu əmanəti İlham Əliyev yerinə yetirdi. Və 21-ci yüzillik, 3-cü millilikdə 2 böyük lider, İlham Əliyev və bir də cənab Erdoğan. Siz baxın, 1920-ci ildə Sovetlər qurulanda, artıq Azərbaycanda Cumhuriyyət süqut edəndə hər yerdə üsyan başladı. Sovetlər hər yerdə üsyana başladılar. O zaman Qarabağda Sovetlərə qarşı üsyan başlayanda Nuru Paşa Dağıstandan öz zabitləri ilə Qarabağa gəldi və Qarabağda Sovet hakimiyyətini məhv elədi. Nuru Paşanı Qarabağın hakimi elan elədilər. 100 il sonra Erdoğan Şuşaya gəldi və 100 il sonra Kars müqaviləsinin davamı olaraq Şuşa bəyannaməsi imzalandı. Görürsünüz tarixin bu paralelliyi mən ona görə deyirəm ki, qoy gələcək nəsillər bilsin ki, tarix təkrar olundu, amma böyük liderlər yetişdi. Evet. Böyük liderlər xalqının arxasında, dayağında durdu. Siz bilirsinizmi, işğal altında olan, işğaldan azad edilmiş torpaqlara gedəndə Adnan bəy, bəlkə siz ilk dəfə olmamışsınız. Məsələn, gələn xarici qonaqlar Ağdamı Xurasim adlandırırdı.
Yaponiya atılmış 45-ci ildə atılmış bomba ki vardı. Neçə illər, bəli, Hiroşima. Ağdamı elə adlandırdılar. Gələn qonaqlar, insanlar baxırdılar ki, burada insan, əgər Qarabağ sizin idisə də, siz nə Qarabağı belə məhv etdiniz? Yaşayardınız da. Şuşa məhv edildi, Ağdam hamısı məhv edildi. İndi siz baxın görün, işğaldan azad olunmuş torpaqlarda o quruculuq işlərini aparmaq rahatdırmı? Azərbaycan prezidentinin gecəsi gündüzü yoxdur. Xanımı ilə, ailəsi ilə birlikdə 44 gün yaralı əskərlərimizin yanında oldu. 44 gün cəbhədə oldu. Həm ön cəbhədə döyüşdü Azərbaycan prezidenti, həm arxa cəbhədə. 30-dan artıq ölkənin jurnalistlərinə müsahibə verdi. Və hətta öz ölkəsinin tarixini bilməyənə Fransadan gələn jurnalistlər tarix dərsi verdi. Amerikadan gələnə tarix dərsi verdi. Biz bilirsiniz, Türk dünyası liderlərimizlə fəxr eləməlidir. Əgər Heydər Əliyevin qoyduğu əmanət, Heydər Əliyev Azərbaycan 2 böyük əmanət qoydu. Bir müstəqil Azərbaycan Respublikasını qoruyub saxlamaq, bir də bugünkü prezidentimiz. Və bugünkü prezidentimiz xalqımızı düşdüyü bəlalardan qurtarmaq üçün, baxın Adnan bəy, mən bir məcburi köçkün həyatı yaşadım 30 il. Mənim böyüklərim, anam, babam dünyasını dəyişdilər. Onlar istəyirdilər ki, Şuşada dəfn olunsunlar, alınmadı. Kəndli torpaqlarında. Anam son nəfəsinə qədər dedi ki, məni Şuşada öz ana babamın yanında dəfn edin. Ona görə Adnan bəy, indi bugün isə biz o yerləri gedib ziyarət etdikcə, biz əlimizi göyə açıb deyirik ki, bizim bu liderimiz, Allah bunun canını sağ eləsin. Və 22 ildir ki, hakimiyyətə gəlib. Bu 22 il ərzində bütün ad günlərini köçkünlərlə keçirib. Ya onlara yeni evin verilməsi, artıq 3 ildir isə müvəqqəti verirdi. Siz burada müvəqqəti yaşayırsınız. Siz öz doğma torpağınıza qaydasınız. İndi isə verdiyi anaqlar, siz artıq bura sizin öz eviniz, bura sizin daimi yaşayışınız. Ona görə mənə verilmiş belə bir fürsətdən istifadə edərək, mən uzun illər deputat olan zaman, hər zaman prezidentimin ad günündə canlı televiziyalardan çıxış etmişəm. Mən prezidentimə can sağlığı arz edirəm. Dekabrın, aralığın 24-ü Azərbaycan prezidentinin doğum günüdür. Yenə də siz görəcəksiniz ki, işğaldan azad olmuş ərazilərdə köçkünlərlə bir yerdədir. Ora qayıdışda iştirak edir. Orada yeni bir obyektlərin açılışında iştirak edir. İndi artıq Şuşa bir başqa Şuşa. Laçında, Xocalda həlak olmuşların tarixini yaşatmaq üçün anıt məzarlığının yaradılması üçün böyük bir proje həyata keçirilir. Bunun hamısını Azərbaycan prezidenti etdi. Ona görə prezidentimizə can sağlığı arz edirik. Və arzu edirik ki, necə ki bu torpaqlar işğaldan azad etdi, biz Ali Başkomandan kimi torpaqlarımız işğaldan azad edildi, biz öz doğma torpağımıza qayıtdıq. Bizim Türkiyə ilə və hər zaman həm strateji, həm mənəvi cəhətdən yanımızda olan Türkiyəmizin hər zaman sarsılmaz dostluğu, qardaşlığı bərabər olsun. Və biz bunu hiss etdik, bugün də hiss edirik, sabah da hiss edəcəyik. Ona görə də bizim bugünkü amacımız gələcək nəsillərə böyük təbliğat aparmaq. Bu bizim amacımızdır. Efendim yanlış hatırlamıyorsam Sayın Aliyev'in 63. yaş günü oluyor değil mi? 64 oldu. 64'e mi girecek? Evet. Biz de buradan kutluyoruz kendisini. Hayırlı ömürler diliyoruz. Nice uzun ömürler diliyoruz. Sevgili hocam, Zarife hocam, kendinize her zamanki gibi zarif, böyle sağ olun, yorgunsunuz ama bütün enerjinizi bize harcıyorsunuz. Siz neler söylemek istersiniz bu turda? Sizin bu imkan yaratdığınız ürək sözlərimizi söylədik qardaş ölkəmizə. Evet. Bu fürsətdən istifadə bütün Türk dünyasına can sağlığı arzu edir. Qarşıda yeni ilbaşı. Evet. Sizdə nasıl deyirlər ona? Yılbaşı diyorlar. Yılbaşı deyirlər. Bu evet. yılbaşı münasibətinə. Türklere ait bir yılbaşı. Bu yılbaşı münasibətinə təbrik edirəm. Eyni zamanda çox hörmətli Hava xanım demişkən bizim ölkəmizin bir bayramı da möhtərəm prezidentimizin doğum günüdür. Evet. Yaxşı ki o Azərbaycanda doğulub. Evet. Və bizim Cumhurbaşqanımız da Allah ona uzun ömür, mən onu təbrik edirəm, ailəsini təbrik edirəm və ona uzun ömür, can sağlığı arzu edirəm. Və necə bizim xalqımız deyir, ilhamla irəli. İnşallah. Allah daim etsin. Sayın Bağırova,
Efendim siz Mihriban Hanım'ın hayatını kaleme aldınız. Biliyorsunuz bizim Türkiye'de söylenen bir laf vardır. Her başarılı erkeğin arkasında mutlaka güçlü bir kadın başarılı vardır denilir. Siz kısaca tabii sizleri de fazla yormadan Emine Hanım da biliyorsunuz Tayyip Bey'in arkasında ve Mihriban Hanım'ı bu perspektiften bakınca ilave etmek istediğiniz, söylemek istediğiniz bir şeyler var mı? Nedir yani sizin için onların öne çıkan özellikleri? Nasıl? Çok başarılılar, değil mi? Evet. Bir de şu şeyler yani mütevaziler, hep gerideler. Ön plana çıkartmıyorlar kendilerini. Eşlerinin yanında böyle sakin. Yok Onlara ama evet buyurun. Ama Azerbaycan'da Haydar Aliyev Fondu diye bir şey var. Orada hep hasta çocuklar, hep yardıma ihtiyacı olan insanlara yardım ediliyor. Bunun yani bizde prezidenti diyorlar. Yani bunun başbakanı Mihriban Hanım Aliyeva'dır ve aynı zamanda onun daha da gücünü sizin Mehriban imzası ile 44 günlük zaferimizde 44 günlük savaşımızda gördük. Kitap tanıtımı Özbekistan'da gerçekleşti Zarife Hanım'la beraber. İkinci kitapta da önce söylediğim gibi onun manevi gücünü esasen kitabın yani kitabın anlamı onun manevi gücünün neden 44 günlük muharebede daha öne çıkmasından bahsettim. Kalemize sağlık efendim. İlave etmek istediğiniz bir şey var mı? Ben de program. Yaş gününü saygıdeğer kutlayacaksınız herhalde Haydar Bey. aydınlarımızın tebriklerine Aliye'nin. katılıyorum. Türk dünyasının birliğinde, bu Turan devletlerinin birleşmesinde, Türk devletleri birliğinde başarılar diliyorum. Karşıdan gelen Cumhurbaşkanımızın doğum günü münasebetiyle onu yürekten kutluyoruz. Azerbaycan için yaptıklarını her zaman takdir ediyoruz ve bir ömürde edeceğiz ve bunu kitap olarak tarihe yazıyoruz ki bizden sonraki nesillerde bunun nasıl bir emek verdiğini, nasıl Azerbaycan'ı babayla oğlun nasıl Oya gibi işlediği evet Azerbaycan'ı rahmetli Haydar Aliyev, ben inanıyorum ki benim geride koyduğum Azerbaycan'ı İlham Aliyev daha güçlü olarak devam ettirecek. idare edecek demişti ve son Şuşanın işğaldan kurtardığı gün ben ata vəsiyyətini yerine getirdim diyen Sayın İlham Aliyev'imi bundan sonraki gelecek nesillerde tanıtması için her zaman kalemimizle yazacağız. Vallahi Tarih yaşadıkça yazarların hiç sözü, hiç kitabı bitmez. Ne iyi ettiniz de geldiniz. Yorgunluğunuza da değdi. Türk Sağ olun. kamuoyu çünkü bana mesajlar da geliyor. Ağzınıza sağlık efendim. Çok teşekkür ederiz. Her zaman Sağ olun. bekleriz. Burası sizin kendi yeriniz. Yani kendi evinizdesiniz. Kendi televizyonunuzdasınız. Tekrar inşallah tekrar bir geldiğinizde ayrıca bir Aynı millet, Evet. devlet. Aynen. Ben diyorum ki aynı millet, aynı devlet. Çok doğru. İnşallah o sırları Biriz. Burada bizim vatanımız, orada vatanımız sizin de. Burada vatanınız, Azerbaycan'da vatanınız. çok doğru. Şeref verdiniz. Çok sağ olun. Hoş geldiniz. Teşekkür Saygı ederim. sevgimizi Bir iletiyoruz. Kardeş Azerbaycan'ımıza, soydaş Azerbaycan'ımıza. Allah sırtımızı yere getirmesin. Amin. Amin. Çok sağ olun. Efendim bir yayın programımızın sonuna daha geldik. Çok kıymetli, birbirinden kıymetli dostlarımızı size konuk ettik evinize. Umarım en yakın zamanda Azerbaycan'ı görmeye sizlere de nasip olur. Bir an önce gidip görmeniz, o topraklar da sizin hanımefendinin söylediği gibi bu topraklarda Azerbaycanlı soydaşlarımızın hiç birbirimizden farkımız yok. Allah ülkelerimizi ve bayrağımızı gönlerden indirmesin. Bu insanlarımızı ayağına taş bile değdirmesin diyor. İyi günler diliyorum sayın seyirciler.